Tarixlə dolu növbəti ünvanımız isə Gələrsən, Görərsən qalasıdır. Artıq yavaş-yavaş daha da darlaşır və tikanlı, bəli bax, tikanlıdır. Bu gözəlliklərə aldanmayın, qalaya gedən yol heç də asan deyil. Dar cığırlar, dik yoxuşlar və daşlı hissələr yolu kifayət qədər çətinləşdirir. Gələrsən, görərsən qalasına doğru yoldayıq. Açığı, yol düşündüyümüz qədər də rahat deyil. Cığır dardır, bəzi yollar kifayət qədər dikdir. Qalxdıqca yol daha da çətinləşir və tez-tez dayanıb nəfəs dərmək lazım gəlir. Dostlar, enişli yoxuşlu hissələrdə sürüşmək riski var. Ona görə də bura gələcəksinizsə rahat idman ayaqqabısı geyinməyi mütləq nəzərə alın. Şəkidə gələrsən, görərsən qalasına qalxırıq. Çox çətindir. Mənə yola qədər əslində maşınla getmək olardı. Neçə metr? 300 metr. Hə? Amma maşın yolu belə çox çətin olduğu üçün o yolda hətta piyada gəldik. Əlavə olaraq görüşdə bura maşın yolu deyil. Bura piyada qalxası yoldur. Aşağıdan bura qədər çətindir. Düşmən olsaydım gəlməzdim. Gəlib gördük. Demək, buradan belə hər an sürüşüb məhv olma kimi ehtimalınız var. Baxın da, yəni buradan görünür o dərinlik, o dib hissə və hələ də yolumuz yuxarıya istiqamətlənib. Yuxarı çıxa video çəkə bilmirəm, çünki çox çətindir tuta, hətta yerdən yapışa. Əhvalım görünür də necədir. Oyda. Ne oldu? De burada qalaya giriş buradır. Aman kapısına. Burada gizli yerler de tapmışlar. Bu çətinliklə biraz mən üçün video çəkmək də çətindir, çünki Ne boş et. İndi verəcəm, sən çəkərsən hər yeri. Ben bu yolla gördüyünüz kimi videoda tam onu ifadə eləyə bilmirəm həqiqətən də, amma belə bir şey çıxmış, yəni görürsünüz, aşağı görünmür. Və belə də aşağıda enir. Gəlin qalanın adı ilə bağlı tarixdən olan bilgilərimi sizinlə də bölüşüm. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdim və Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkillər üçün çətin olsa da uzun müddət düşmənlə mübarizə aparır və ona sərt müqavimət göstərirlər. Gələrsən, görərsən adı da elə bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan uzağa, qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki, onu almaq olmur?" Qaladan belə bir cavab gəlir ki: "Gələrsən, görərsən." Elə o vaxtdan qala belə adlanır. Qalanın ərazisində diqqətimizi çəkən maraqlı məqamlardan biri də qayaların içində oyulmuş bu dərin oyuqlardır. Onların dəqiq hansı məqsədlə istifadə edildiyi tam məlum olmasa da, yəni mən öz fikrimi deyirəm ki, bəlkə də bu oyuqların bir hissəsi ərzaq və su saxlamaq üçün istifadə olunub. Yenə də kimin daha dəqiq məlumatı, bilgisi varsa, rəylərdə yazıb bizdə məlumatlandırsa sevinərik. Heç özüm də bilmirəm indi niyə bura girmişəm. Aydın məsələdir ki, qalanın belə bir yerdə salınmasının əsas məqsədi o olub ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum eləmək mümkün deyil.
Hazırda qala dağılmış vəziyyətdədir və ciddi təmir işlərinin aparılması lazımdır. Deməli olsa gəlim. Görün. Aha, geç. Vay. Getdik. Dostum. Bura isə bizim otelimiz Şəki Palasdır. Hardan gəlmişsin? Bakıdan. Ha? Bakıdan. Mən telefonda şəkilim var sizin telefonda. İnternetə beytləməni çəkim. Adınız nədir? Ha burada Sən Türkiyədə böyük nöqtə gəlmişdi. adınız nədir? Fərman. Birini sən götür, Çox sağ olun. birini sən götür. Sağ olun. Allah razı olsun. Mən kimi abla pişirən yox idi. Birinci Bakıya gələndə birinci mecmuayını mən pişirib vermişim. Bana bir dənə medal göndərdilər. Allah sizə can sağlığı versin. Çox sağ olun. Xoşbəxt olun. Allah sizə də can sağlığı versin. Sağ olun. Xeyri yaşayın. Sağ olun. Oxuyun, xoşbəxt olun. Sağ olun. Mən Sağ olun. əkdim qablı olsun. Mən 90 yaşım var. Azərbaycan yazıçısı, maarifçisi, şairi, ictimai xadimi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyindəyik. Bura Bəxtiyar Vahabzadənin ev muzeyidir. 2018-ci ildə fəaliyyətə başlayan muzeydə onun şəxsi əşyaları, əl yazmaları, kitabları və foto şəkilləri qorunur. Bu məkan Bəxtiyar Vahabzadənin zəngin irsini gələcək nəsillərə çatdıran mühüm mədəniyyət ocaqlarından biridir. Yani uşaqları hər yoldan da sevirdi. O bəzi adamların içinə sevirəm. Əməldə sevmək lazım. Biraz sevirəm baxmandır ki, bəzi adamlar deyir ki, mən vətəni sevirəm. Vətən bəxtiyarlardır ki, vətəni sevirəm deməyə. Vətənin yolundadır. İndi ölmək lazımdır, ölənlər ölüb vətən yolunda. Vətəni sevə-sevə vətənə xidmət eləmək lazımdır. O xidmət eləyəndə Bəxtiyar Vahabzadə idi. Dünyanın 29 dilinə Bəxtiyar müəllimin şeirləri tərcümə olunur. Ən gözəl tərcümələr Alman dilinə də olub, 3 kitabı çıxıb. Bəxtiyar Vahabzadə heç kimə bənzəmirdi ona görə ki, onu dövlət də sevirdi, millət də sevirdi. Elə bir şair olmayıb ki, onu həm dövlət sevsin, həm millət. O Bəxtiyar Vahabzadə idi. Parklar, liseylər, kolleclər, abidələr var belə, möhtəşəm. Bu ama Belqraddadır. Bunlarda Heydər Əliyevlə birgə olan səfərləridir. Topçubaşovun qəbri ziyarəti, Moskva səfəri, bu da Türkiyə səfəri, bu da Təbrizdən gələn məktubdur. Bəxtiyar müəllimi təbrik edirlər. Eləyəndə də kitabların bir nüsxəsini bizə göndəriblər. Çəkə bilsəm məslək yükü. Çox ağırdır, şərəfi var. İnsan göydə ay kimidir, görünməyən tərəfi var.
Hər ömrün öz hədəfi var. Bəxtiyar Vahabzadə ömrünün hədəfi dil sevgisi, vətən sevgisi, millət sevgisi. Millətini azad, dövlətini azad, dilini azad, müstəqil görmək arzusuydu. Arzuların çoxsuna çatdı. Bu gün özü yoxdur, yoxluğunu yaşayır. Hərdən düşünürəm özümə. Neçə il yaşamaq istəyirəm mən? 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il, yox, bəs deyil. Sonu olan ömrü istəmirəm mən, çıxaydım zamanın çərçivəsindən. Bəxtiyar Vahabzadə kimi şəxsiyyətlər zaman, məkan tanımaz. Zaman çərçivəsindən çıxarlar. Füzuli babamız kimi, Xəqani babamız kimi, Nəsimi, Füzuli kimi. Onlar da zaman, məkana sığmayan şairlərdir. Nə qədər ki Azərbaycan ədəbiyyatı var, nə qədər ki Azərbaycan dövləti var, nə qədər ki Azərbaycan milləti var, nə qədər ki türk dünyası var, Bəxtiyar Vahabzadə poeziyası da yaşayacaq. Şəkiyə gəlib bazara getməmək olmaz. Burada həm yerli insanların gündəlik alış-verişini görürsən, həm də evə aparmaq üçün təbii və dadlı məhsullar tapa bilirsən. Biz də bazardan məşhur şəki halvasından aldıq. Halva aldığımız yerdə əslində o qədər maraqlı söhbətlər oldu ki, lakin təəssüf ki, mən bunları videoya çəkə bilmədim. Bu söhbətlər əsasında mən bir daha şəkillərin ünsiyyətcil, qanaqpərvər, açıq ürəkli və daha necə gözəl xüsusiyyətlərinə şahid oldum. Əslində biz bazardan həm də piti qabı almaq istirdik, lakin qiymətlər biraz baha olduğu üçün bu dəfə almadıq. Əslində ucuzlarda var idi. Biri 2 manat 50 qəpiyə, 3 manata, 3 manat 50 qəpiyə olanlar da var idi, amma ən yaxşı və keyfiyyətləri 10 manat olanlar idi. Və beləcə Şəki səfərinin də sonuna gəlib çıxdıq. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi, rəy yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Gələn görüşlərədək.